Çox təşəkkür edirəm, hörmətli xanım sədr, hörmətli millət vəkilləri. Mən də qanun layihəsini dəstəkləyirəm və qanun layihəsinə səs verəcəm. Qanun layihəsi həm enerji səmərəliliyi və eyni zamanda enerji keçidi baxımından vacib layihədir. Bütün bunlara yanaşı mən ikinci oxunuşun tələblərinə uyğun olaraq çox qısa olaraq bir təklifimi təqdim etmək istərdim. Nəzərə alsaq ki, qanun layihəsi 17-ci maddədə dəyişiklikləri özündə etiva edir. Belə ki, 17.2.1-ci maddədə 60 volt və daha yuxarı gücə malik olan közərmə lampalarının 2026-cı ilin yanvarın 1-dən, eyni zamanda məhz 25 voltdan yüksək olan 60 volta qədər olanların isə 2026-cı ilin iyulun 1-dən etibarən ölkəyə idxalı, istehsalı və satışını qadağan edir. Amma nəzərə alsaq ki, müəyyənləşdirilmiş müddət həm 2026-cı ilin yanvarın 1-i və eyni zamanda 2026-cı ilin iyulun 1-idir, yəni müəyyən müddət var və həmin müddətdə təbii ki, idxal, istehsal və satış davam etdiriləcək. Qanun layihəsi təbii ki, istehlakı qadağan etmir, amma eyni zamanda növbəti müddətdə ölkəyə bu lampaların idxalının tənzimlənməsi üçün mən təklif etmək istərdim ki, qanun layihəsində eyni zamanda idxal üçün qeyd edilən müddətə dək kvotalar müəyyənləşsin. Çünki bu kvotaların müəyyənləşməsi nəticə etibarilə ilə məhz aralıq müddətində, yəni keçid müddətində idxalın tənzimlənməsinə və praktik olaraq qanun qüvvəyə mindikdən sonra istehlakın tənzimlənməsinə gətirib çıxara bilər. O baxımdan təklif etmək istərdim ki, 17-ci maddədə 17.2.3 maddəsi əlavə olunsun və həmin dəyişikliklə qeyd edilən müddətdə idxalla bağlı kvotalar müəyyənləşsin. Çox sağ olun.